Salam, hər vaxtınız xeyir olsun, əziz futbol azarkeşləri, dəyərli Premier Liqanın izləyiciləri. Premier Liqanın yaz mövsümü yarım final oyunu. Məhz yarım finalın ilk qarşılaşmasıdır. Biz Galaxy və Lənkəran komandalarının üzə görü hər şey hazırdır artıq. Referlərin işarəsi ilə də qarşılaşma start götürməlidir. Meydanın sağ tərəfdə yaşıl qara geyimdə Lənkəran, sol tərəfdə qara geyimdə isə biz Galaxy-ni görürük. Hər komandaya uğurlar arzu edirik, güclü olan qalib olsun deyirik. Maraqlı və məhsuldar bir oyunun şahidi olarıq. İşarə gəldi, qarşılaşma start götürdü. Təbii ki, yarım final oyunu olduğu üçün ilk dəqiqələr bir qədər sakit məcrada, risksiz, təmkinli, kəşfiyyat xarakterli keçə bilər. Gol gəldikdən sonra, tilsim qırıldıqdan sonra, qapının kilidi açıldıqdan sonra həm daha tepli, həm də daha məhsuldar oyunu izləyə bilərik. Top itkisi Lənkəran oyuncularının əksəmləsə göstərilər. Bir aldı alçəmlə zərbədə gəldi. Lənkəranın 2 nömrəli oyuncusu zərbə indirmişdi bu. Fərd Abbasovdur. Amma çərçivəyə düşmək mümkün olmadı. İlkin Əzizov, Ruslan Poladov, orada İsmail'in təzyiqi var. Təzyiq qaydalar çərçivəsində baş tutmur. Evaydov, Eyop, Fərd Abbasovun təzyiqi vardı, top elə keçirməyə bacardı. Erməkdar Rızayev, Kamran Qürbətov, Nadar Məmmədov, təcrübəli oyuncu Məhməd Əliyev. İçinin orada pressing vardı. Təmraz indi təzyiq edir. Mirmehtar Rızayev, Təmraz Əmircanov. Bu qazanmaq istədiyi əsnada qaydanı pozmuşdu artıq. Kamran Qürbətov, Mirmehti. Cəmbisini sinyağı dəyişdi. Nodarla oynadı. Qürbətov. Evaydov indi təzyiq etmək istəyir. Məhməd Əliyev. Fərd Abbasov. Topu müdafiədən çıxarmağa bacardılar. Ruslan Poladov qarşıladı. Təmraz, Elçin İsmailov. Qapçı ilə oynanır. İlkin Əzizovdur bu. Topu ram etməyir. İstənilən kimi alınmadı. Out Lənkəranın. İndi isə korner itilməlidir. Müdaxilə var idi. Ötürmədə səhvə yol verdilər. Təmraz Əmircanov. Əmircanov yayındı rəqiblərindən. Təmraz topladı, ötürmə. Ruslan. Keçmədə Əmircanov. Məhməd Əliyev divləşir qapısında. İlk gol epizodu. Ən real gol epizodu. Dəqiqələr ərzində məhz epizod adlandırmaq olar. Təmraz Əmircanov rəqiblərin ətəsindən topu çıxardı. Ötürməsini verdi Ruslan Poladov. Təkrar Əmircanov zərbədə isə Məhməd Əliyev. Keçid yoxdur dedi, indi məsələ hesab açılır, gol! Gəldi. Galaxy artıq öndədir. Uzaq məsafədən. Ədalət Qafarov. Samir Əmzəyev idi bu səhvi düzəldim. Samir Əmzəyev. Galaxy-nin 11 nömrəli oyuncusu mərkəzə yaxın bir nöqtədən zərbə indirdi. Əmzəyev Məhmədim qafil avladı. 1-0 artıq tilsim qırıldı. Bizi daha maraqlı mübarizəyə daşıyır. Sanki bir qədər ki əvvəl qolun müjdəsi oldu. Galaxy 1, Lənkəran 0. İndi Lənkəran rəqibə cavab olacaqmı? Hansı ki qrup mərhələsində lider olaraq tamamlamışdı Lənkəran. Fərid, Kamran Qürbətov, Samir Əmzəyev və təzyiq etmək istəyirdi Məhməd Əliyev. Əliyev ayaq saxladı. Evaydov ötürmə rəqib alındı. Samir Əmzəyev elə bir imkanı boşa verdi. Bu səfər dəyərləndirə bilmədi. Dublunu rəsmiləşdirə bilərdi bir anlıq. Hər kəs intizarda saxladı, amma nəticə hasil olmadı. Məhməd Əliyev, Nadar Məmmədov.
Məhəmməd mərkəzə doğru ötürmə. İsmail topladı, Mir Mehdi ilə oynadı. Rızayev. Elçin İsmailovun müdaxiləsi var idi. Nadar Məmmədov. Fərdi Abbasov. İçinə dəyişil İsmail. Fərdi Abbasov. Qarşısında İvaidov var. Nadar. Elçin müdaxilə etmək istədi Mir Mehdi Rızayev. Topu itirdi. Elçin İsmailov. Elçin zərbə Məhəmməd Əliyev. Keçid yoxdur dedi. Mir Mehdi ilə Lənkəranın əks həmləsi başlaya bilər. Nadar. Mərkəzə doğru. Bir qədər səliqəsiz oynadı Məhəmməd Əliyev. Səlinki balınır zərbə. Hesab 1-0'dır. Galaksinin minimal hesab üstünlüyü var görüşdə. Bir daha xatırladaq. Galaksi 1-0 hesab ilə öndədir Lənkəran önündə. Sam Rəmzəyev meydandakı yeganə qolun müəllifidir. Gün hər iki komanda geniş imkanlara malikdir. Texniki zona boyunca ehtiyatlar sxemasında kifayət qədər oyunçu var. Ekranımızda aramadan bəyənsək dostlar, qardaşlar, çox yaxşı olar. Zəhmət olmasa. Ötürmək istəyir. Elçin İsmailov zərbə indirə bilmədi. Vaidov orada mane olma bacardılar. Polatov. Başına zərbə indirdi. Eyübə dəydi top out. Var olun beyninə. Aşağıdalarınız görəm. Minnətlərim. Mir Mehdi Rızayev. İsmail rəm edə bilmir. İnan var ol qardaş. Eyüp çevirdi. Elçin İsmailov. İlk öncə ram etmək istədi. Gəlişinə zərbə də indirə bilərdi. Alınmadı. Hakkı çox sağ ol. Var olun. Hak verdi sən. Minnətlərim. Mir Mehdi Rızayev. Məhəmməd Əliyevlə oynadı. Öndə təzyiq etmək istəyir Galaksi. Fərqi işə yüksəldərək meydanda daha rahat mübarizə aparmaq istəyirlər. Lənkəran isə comeback üçün ilk öncə bərabərlik yolunu tapmalıdır. Görə kim istədiyinə nail olacaq. Görüş artıq 8-ci dəqiqə oynanılır və minimal hesab üstünlüyü var. Qayda pozulmayıb. Referi davam dedi. Təmraz Əmircanov. Ayaq saxladı Ruslan Poladov. Ləman təşəkkür. Var ol. Əmircanov. Təzyiq edirdilər. Fərdi Abbasov presing etdi Poladov. Yoldaşının səhvini düzəldir. Nadar topu çevirməyə bacardı. İndirilən zərbə Məhəmməd. Keçid yoxdur Mir Mehdi Rızayev. Poladov. Akrobatik zərbə. Yayımı bağlayıb yenidən açıram. 10 saniyə bağlayıb yenidən açıram. Mir Mehdi Rızayev. Nadarla oynadı. Nadar Məmmədov. Bu arada Lənkəran heyətində vəziyyətmə var. Həmçinin Galaksidə də dəyişiklik baş tutub. Elgün Abbasın biz meydanda görə eləməz. Əsi gedən sözü gedən oyuncu toplaydı. Məhəmməd indirilen zərbə. Məhəmməd Əliyev. Əliyev. Onun bir adımlığında sanki komanda yoldaşlarının bacarmadığını etmək istəyirdi. Dirəyə mane oldu. Elgün Abbaslı kim əvəzlədindi? Burada bəhs edəcəm. İsmail İsmailov meydanı tərk edir. Onun əvəzinə meydandadır. Galaksidə isə Əskər Alişanov biz meydanda görürük. Qayda pozulub. Alişanov isə Eyüp əvəzliyib. Vaidov. Hər iki komandada bir dəyişiklik. Bu əvəz etmələr nə dərəcədə özünü doğruldacaq? Alişanov. Nadarı qabaqlamışdı Elçin İsmailov. Fərid təzyiq edirdi. Alişanov ötürmələrlə top müdafiədən çıxarmaq istəyirlər. Təmraz Əmircanov. Ruslan Poladov. Premier Liqanın yaz mövsümü. Yarın final oyunu Galaksi və Lənkəran komandaları üzləşir. Galaksinin minimal hesab üstünlüyü var Lənkəran önündə. Mir Mehdi Rızayev. Fəridlə oynadı. O da Qırbətov.
Qürbətov xəttin üzərində saxladı. Sami Rəmziyev təzyiq edir. Qürbətov sevirdi, amma qapçıya çatır top. Ruslan Poladov. 20 barası var arenada. Görüş baş tutur, bir daha qeyd edək. Sami Rəmziyev. İlkin Əzizov. Əzizov ötürməm, ünvana çatdı Elçin. Yaxşı ram edə bilmədim. Bu arada Lənkəran heyətinə daha bir əvəz etmə baş tutur. Fərd Abbasov əvəzlənir. Onun əvəzinə biz Mirzə Əmirovu meydanda görürük. 4 nömrəli formayla. Bu arada bir qədər sonra Ədalət Qafarov da meydana daxil olacaq. Dəyişil işarəsini gördüm. Nodar. Poladov. Poladov. Zərbəsi uğurlu alınmadı. Bu arada Ədalət artıq meydandadır. Bir qədər əvvəl qeyd etmişdim. Kamran Qürbətov dincini alacaq texniki zonada bir qədər. Elgün Abbaslı. Çox qüvvətli dəqiq zərbələrə malikdir Elgün. Abbaslı. Mirməkdə Rızayev. Elgün oynadı. Abbaslı. Galaksi tərəfi bir qədər qapandı. Rəqibin əməl etməsinə imkan verirlər. Poladov. Sami Rəmziyev. Əmziyev. Hələ də topladı. Ötürmə bana çatmadı. Elgün Abbaslı. Mirməkdə Rızayev. Uzun məsafədən zərbə top qapıdan yan keçir. Səsvəyə düşmək mümkün olmadı. İlkin Əzizov qapıdan zərbə ilə topu daxil etmədi. Artıq qeyd etmək olar ki, ilk hissəni təxmini olaraq yarılamışıq. Görüşün 4-də 1-i artıq geridə qalıb. Hesab 1-0'dır. Bilməyən barası var aranədə. Galaksi minimal hesablı öndədir. Lənkəran öndə. Alişanov. Orada Galaksidə daha bir əvəz etmə baş tutub. İndi hatta da bəhs edəcəm. Ruslan Poladov. Təmraz Əmircanov. Toxunuş vardı. Ramil Əhmədov meydandadır. Galaksidə 5 nömrəli formayla çıxış edir Ramil Əhmədov. İssə kornericiyə Təmrasovun arxasında cərmə meydançası səndəvərində. Kifayət qədər oyuncu mövqe tutub. Əhmədov ram edə bilmədi. Əzizov top meydanı saxlamağı cəhd edəcək. İndi Lənkəran oyuncuları da öndə təzyiq edirdi. Mirməkdə Rızayev. Elgünə doğru oturma Abbaslı. Əmrazın əlinə dəydi. Ədalət təmsilçisi davam dedi. Elçin İsmailov çöndü. Zərbə indirdi Məhəmməd Əliyevdən. Keçid yoxdur. Ramil Əhmədov. Elçin yerə salmaq istədi. Əsgər Alişanov araya girdi. Mirməkdə Rızayev. Elgün Abbaslı. Əsgər Alişanov. Alişanov oradan müqamətini itirdi. Əlçəlki topu da itirdi. Elgün Abbaslı. Sinan Təşkili. Nadar Məmmədov. Ədalətdə doğru ötürməyə Qafarov. Uğurlu alınmır zərbəsi. Burada Galaksi heyətinin əvəz etmə Təmraz Əmircanov əvəzlənir. Daha bir təcrübəli oyuncu Gökhan Kartal artıq meydandadır. Əzizov. Riskli oynadı. Qaydada pozulub Ədalət Qafarov. Çox qolaya da qalır. Əlinə belə də, bizə belə də. Qatını belə qatır. Belə qatır, qatır. Belə qatır. Belə qatır. Əli yuxarıda əlinə Əzizov. Feyk atdı. Rəqibini yola saldı. Elgün. Məhəmməd Əliyev. Məhəmməd Əliyev əli ilə də mənim sevgilərdə orada. Ayaqla ram etmək istədi. Orada Galaksi heyətində daha bir əvəz etmə var. Orxan Ağayevi biz meydanda görürük. Mirzə Əmirov. Elgün Abbaslı. Endirlə zərbə və gol! Elgün Abbaslı.
Abbaslı. Hesabı beraberleştirmeyi bacardı. 1-1. Bir oldu. Kartlar yeniden paylanır meydanda. Galaxy 1, Lənkəran 1. Səmir Əmzəyev hesab açmışdı. Elgün Abbaslı hesabı beraberleştirdi. Ramil Əhmədov, Orxan Ağayev və Siyar Alişanov. Bu arada bir dəqiqəlik taymat olacaq. Taymatı götürən tərəf Lənkərandır. Yox, qısıtlama əngəl özü verir. Hansı ki o... Artıq taymat bitdi, onun qaldığı yerdən davam edir. Mirmehdi Rızayev. Nodar. Məmmədovdan gəlişinə zərbə keçmədi. Orxan Ağayev. İkin Əzizov, təzyiq var. Vəsiyyər Alişanov çevirdi. Gökhan Kartal, ötürmələr top müdafiədən çıxardılar Əhmədov. Son ötürmədə tələsdi sanki Ramil Əhmədov. Düşüncə yaxşıydı, Ruslan Polodovu çatdırmaq istədi amma istədiyi kimi alınmadı. Out Lənkəranın. Gökhan Kartal, Alişanov, Ramil Əhmədov, Gökhan Kartal, Orxan Ağayev, İlkin Əzizov, Ruslan Poladov, Elgin Abbaslı'da qalır top. Elgin, Məhməd Əliyev, ünvansızda ötürmək. Sanki bir qədər uzaqlaşdırmaq həmləsi idi. Gökhan Kartal. Hesab 1-1'dir. Galaxy 1 Lənkəran 1 top etkisi. Mirmehdi Rızayev taban ötürməsi Fərid. Siyar araya girməyə bacardı Ramil Əhmədov. Orxan Ağayev çevirdi Siyar Alişanov. Gökhan Kartal. İlkin Əzizov. Orada Gökhana qarşı qayda pozulub. Fərid Abbasov topu qazanmaq istədiyi əsnada rəqibin ayağına tapdalamışdı. Əvvələ təmsilçisi epizoda yaxın idi, gözündən yaymadı Ramil Əhmədov. Samir Əmzəyev, hansı ki görüşdə tilsimi o qırmışdı. Qapının kilidini Samir Əmzəyev açmışdı, daha sonra Elgün Abbaslı'dan biz beraber golünü izlədik. Korner yerine getirilir. Gökhan. Məhməd Əliyev. Əzizov. Gökhan Kartal. Notar Məmmədov. Məhməd Əliyev. Burada daha bir əvəz etmə var. Lənkəran heyətində Fərid burada müqamətini itirdi. Vüsal Buludlu meydandadır. 7 nömrəli formada çıxış edir Lənkəran heyətində. Əmzəyev, Məhməd vaxtında qalasını tərk etdi. Təmrals, zərbə keçmədi Elgün Abbaslı. Elgün. Elgün Abbaslı. Siyar Alişanov qarşıladı Fərid Abbasov. Fərid, yanlıq zərbə indirməkdən qaçındı ama daha sonra indirdi. Fərid Abbasov.
Lənkəranın comeback geri dönüş goludur bu. 0-1-dən 2-1 etməyə bacardılar. Fərdin ifadəsində qol gəldi. 2-1 Lənkəran artıq öndədir. Mevarat Svararenda Lənkəran 1, Galaxy 1. Daha doğrusu Lənkəran 2, Galaxy 1. Galaxy'nin rəqibə cavabı olacaqmı? İlkin Əzizov. Gökhan Kartal çevirdi. Alişanov. Sata bilmədi topa. Vüsal Buludlu. Buludlu yerə salma bacardı amma ona mane oldular. Əzizov göz gəziri nəzər yetirdi. Görə kim ilə oynayacaq? En son ötürməsi Alişanov. Solla bir-birlərini başa düşmədilər sanki. Gökhan Kartal. Mətovdan keçid yoxdur. Ötürmənin İlçin İsmailova satmasına imkan verilmir. Bir ar ötürməsi. Yaxşı alınmışdı amma. Bir qədər sanki izafi güc var götürmədə. Mehmet Rızayev qayda pozulub. Galaxy'də faalların sayı 5'ti. Olacaq bir faul qapıya 10 metrlik zərbə deməkdir. İkisindən sona qədər daha diqqətli, daha ehtiyatlı olmalıdırlar. Gökhan Kartal. İlkin Əzizov. Gökhan Kartal. Təmraz Əmircanov. İlkinlə oynadı Əzizov. Diaganla doğru ötürmə, Elçinə doğru ötürmə İsmailov. Topun deyəsən Gürbətov aşacağını düşünmürdüm. Qayda pozulub Təmraza qarşı. Əmircanova qarşı qayda pozulub. Hesab 2-1'dir, Lənkəran 2-1 hesabı öndədir. Təmraz. İlkin Əzizov. Mehmet. Təmraz. Ramil Əhmədov. Topun Samirə çatmasına imkan verilmədi. Əmircanov Galaxy'nin yarımsı qalan əmləsini tamamlamaq istəyir. Təmraz itirdi topu. Fərdi Abbasov qazandı. Fərid topla irələdi. Abbasov. Bu səfər dəyərləndirə bilmir. Samir Əmzəyev. Qürbətovun təzyiqi var. Samir. Çevirdi. Elgün Abbaslı. Elgün və gol! Elgün Abbaslı. Belə keçirdi, zərbə indirdi. Dublin rəsmiləşdirir. 3-1. 3-1 Lənkəran 3. Galaxy 1. Samir Əmzəyev. Gürbətov. Vüsal Buludlu. Buludlu topla irələdi. İsmail feyk atdı. Vüsal Buludlu. Vüsal. Zərbə indirə biləcəkmi? Fərdi Abbasov. Abbasov Əzizov uzandı. Fərid. Məhz Fərdin özünə meydan tərk edir Rahat Galaxy'nin. Samir Əmzəyev. Samir
qarşı qayda pozulub. Burada qalan sayı 5. Gökhan Kartal. İkisi artıq bitmək üzrədir. Son epizodlarda, son cəhdlərdə Evaidov. Təmrazlı oynadı. İlkin Abbaslı. Gökhan Kartal. Gökhana qarşı qayda pozulub. Ədalət təmsilçisinin qərarı bu yöndədir. Bu 6-cı faul olduğu üçün qapı 10 metrlik zərbəni təyin edir. 10 metrlik zərbə olacaq. Əməkdaşlıq üçün, tərəfdaşlıq üçün mənə şəxsindən yazın zəhmət olması. Yayımdan sonra cavablandıracağım. Mənə yazın. Fərqi minimuma indirmək üçün yaxşı bir imkandır. Ədalət təmsilçisi qərarın üzərində durur. 10 metrlik nöqtəni göstərir. Zərbənin kimi yönetici Təmrazov, Əmircanov, dirək etdi. İkisinin son epizodu, son cəhdi oldu. Tamamlaya bilmədilər. Əmircanov da yerinə yetirə bilmir zərbəni. Hesab dəyişmədi. Məhz Lənkəran fasilə 3-1 hesab önündə yollanır qal aksiyonunda. Veçer ayrılmır fasilədən sonra yenidən bir yerdəyik.